Hər vaxtınız xeyir olsun değerli izleyicilerim. Bugün hazırladığım belə bir trend tortun hazırlanmasını sizlerle de bölüşürəm. İnşallah bu videomla da razı qalarsınız. Keçək torta, xamla tortu axşamdan yığmışam. Şokoladlı biskvitdir. İçərisinə şokoladlı krem, kəsmişli krem və banandan istifadə etmişəm. Tortumuz yumru idi. Gördüyünüz kimi bunu ürək formasına saldım. Ən asan üsulu sizlərlə də bölüşürəm. Kiminsə ürək forması yoxsa bu qayda ilə kəsib ürək formasına sala bilər. Tortu qanaşladım, nazik qanaş çəkdim xanımlar. İndi isə üzərinə roz rəydə qaymaqlı krem çəkirəm. Hər tərəfinə bu qayda ilə kremi yayıram. Sonra isə şpatellə hamarlayıram. Üzərindəki artıq kremləri yığıram və yenidən boş qalan yerlərə doldururam. Üst hissəsindəki kremi də spatula ilə xanımlar bu qayda ilə mən götürürəm. Bax belə ürək formasına saldıq xanımlar, kremlədik. Sonra isə belə bir ulduzlardan istifadə edirəm. Bu qayda ilə tortun kənarlarına oval qoyuram. Yarı dairə. Ucluqların məndə nömrəsi yoxdur xanımlar. Mən AliExpress'dən almışam. Odur ki, ucluqlar nömrəsizdir. Və kənarlarını bu qayda ilə biraz bol kremlə yarım dairə qoyduq. İçəri hissəsini isə xanımlar həmin ulduzun xırda ölçüləri ilə eyni bərabərdə yarım dairə gedirik. Güzel bir kızımız üçün bu tortu hazırlamışam. İnşallah bütün hanımlar öz övladlarına baxıb belə bir gözəl tortu hazırlayarlar. Kənarlarını da eyni qayda ilə xırda ölçülü yarım dairəli gedirəm. Və orta hissəsindən də yenə belə yarım dairə gedirik ki, biraz da tortun üzerine güzellik versin. Bunların da uç hissəsinə belə bir ulduz formasında krem vururam. Biraz da mükemmel görsənsin. Çalışıram bütün xırdalıqları izah edim xanımlar. Sonra isə tortun üzərinə mən ştampdan istifadə etmişəm yazıları. Bax belə yazıları səliqə ilə tortun üzərinə yerləşdirirəm. Qara bantdan istifadə etdim. Və 7 tərəfdən bunları yerləşdirdim. Xanımlar, yavaş-yavaş bu videonun da axır hissəsinə gəlib çıxırıq. Əgər videomu bəyəndinizsə, fikirlərinizi bölüşərək kanalıma dəstək olsanız çox məmnun olaram. Like düyməsinə basmağı unutmayın. Dəstəyinizi əsirgəməyin. Öz sosial şəbəkələrinizdə nə qədər çox paylaşsanız bir o qədər də mən də məmnun olaram. İnşallah yeni videolarda görüşənə qədər. Hələlik.